Bəzən elə desert olur ki, həm görüntüsü, həm dadı insanı valeh edir. Gəlin necə hazırladığımı birlikdə izləyək. İlk əvvəl tavaya şəkər tozu əlavə olunub, vam odda əridilir. Üzərinə kərə yağı əlavə olunur. Sonda qaymağını da əlavə edib, qarışdırıb kənara alınır. Sizlər yaddaşı alıb hazırlayan, inanın, o qədər ləzzətli olur. Qardalı nişastasının üzərinə yumurtanın sarısı, vanilin, südün az hissəsini əlavə edib qarışdırılır. Qalan hissəsini də əlavə edib, qarışdırıb, karamelin üzərinə əlavə edib tez-tez ocağın üzərində qarışdıra-qarışdıra bişirilir. Göz-göz olandan sonra kənara alıb eyni bərabər hissələrə bölünür. Birini sadə, o birilərini südlü və tünd şokoladla yaxşı-yaxşı qarışdırıb üzərini örtürəm. Kənarda tam soyuyandan sonra mikserlə qarışdırıram 1-2 dəqiqə. Ağız tadınıza uyğun olan peçenyanı rondodan üyüdülür. Desert qablarına ilk əvvəl üyüdülmüş peçenyanı və hazırladığımız mühəllibinə sıra ilə yığılır. Sonda isə üzərinə təkrar üyüdülmüş peçenyanı və kənarda qaymağın üzərinə ağ şokolad əlavə edib əritmişəm. Onu isə sıxma torbasına yerləşdirib üzərindən əlavə olunur. Sizlər üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən sizlərə sevgimi çatdırıram. Artıq hazırdır. Soyuduz da yaxşı olar ki, 1-2 saat gözlədib süfrəyə verək. Çox ləzzətli oldu.